Salam, xoş gördük sizləri. Bugün yenə də Simurq TV-nin Görünməyən Tərəflər podkastında bir görüşümüz var. Bugün biz sizinlə mən Nigar Babayevanın təqdimatında psixoterapevt, parapsixoloq, spiritualist, hipnoterapevt Əhməd Əhmədovla birlikdə ailədə cinsi əlaqənin rolundan danışacağıq. Cinsi əlaqə olmadan ailə xoşbəxt ola bilərmi? Və ümumiyyətlə bu mövzu çox həm mürəkkəb, həm insanların danışmadığı bir mövzu olduğu üçün düşünürəm ki, bugünkü podkastımız olduqca maraqlı keçəcək. İzləmədə qalın. Xoş gördük sizi Əhməd bəy. Xoş gördük Nigar doktor. Necəsiniz? Təşəkkür edirəm. Sizinlə burada olmaq 2 qat gözəllik verir. Xoşdur bizə də. Əhməd bəy, heç vaxtı uzatmadan istəyirəm sual yağışına sizi tutum. Buyurun. Bilirəm ki, bu mövzu bir çoxlar ailələr üçün maraqlıdır. Çünki düşünürəm ki, biz psixoterapevtlərin praktikasında da ən çox rast gəldiyimiz həm suallardır, həm problemlərdir. Və istəyirəm birinci bundan başlayaq. Ümumiyyətlə cinsi əlaqə olmadan bir ailə var ola bilərmi? İlk öncə istəyərdim ki, izah edim ailə nədir? Ailə qadın və kişinin, iki şəxsin ortaq şəkildə güvənindən, sevgisindən, bir-birlərinə qarşı olan hörmətindən, sayğısından və eyni məqsədə xidmət edən düşüncənin birləşməsindən yaranmış kiçik bir cəmiyyət və yaxud da kiçik bir institutdur. Belə Sistemdir. Sistemdir, bəli. Və ailədə ümumiyyətlə ailə münasibətlərdə, qadın-kişi münasibətlərində 5 əsas qızıl qayda var. Mən bunlardan ilk üçünü sadalamaq istəyirəm. 3 S qanunu dediyimiz. Sevgi, sayğı, seks. İndi biz burada bir balaca bəzi ifadələşdirəndə deyəcəklər, vay, bu nə danışır? Amma məcburuq. İşimiz budur. Normaldır. Və əzizlərim, sualınıza olaraq belə cavab vermək istəyirəm ki, bəli, əslində mümkündür. Hansı halda mümkündür? Ər və arvadın, yəni ailədəki fərdlərin istəyi üzərinə əslində birinci sadaladığım 3S qanununda bu qanunun birinin pozulmasıdır. Ancaq bu o demək deyil ki, ailə dağılacaq, məhv olacaq, amma ailəni ayaqda tutan önəmli rollardan biridir. Çünki nəyə görə? Mən sizə acə çox qısa və lakanik bir şey izah edəcəm. Siz özünüz də həkimsiniz, mənə biraz dəstək olarsınız bu baxımdan. Qadın-kişi münasibətlərində cinsəllik yaşanan zaman beynin ağ və boz maddəsi arasında birbaşa, bilavasitə yox, birbaşa ünsiyyət yaranır. Bədəndə kortizol səviyyəsi aşağıya düşür, serotonin, dopamin, endorfin artır. Bəli, və ən əsası da oksitosin yarandığına görə qadın və kişinin belə deyək də münasibətində bir bağlılıq, bir xoşbəxtlik, bir rahatlıq yaranır. Sırf buna görə cinsəllik çox önəmlidir. Amma əfsuslar olsun ki, çox belə heyslənərək mən bunu bildirmək istəyirəm. Bugünkü gün tipik Azərbaycan cəmiyyətində bu düzgün şəkildə tərbiyə olunmayıbdır. Bizə bunu bir tərbiyəsizlik kimi, bir əxlaqsızlıq kimi, bir vay pis bir şey kimi o qədər aşılayıblar ki, bugünkü gün bunun tərbiyəsini, bunun dəyərlərini o qədər neqativ yönümdə bizə izah ediblər ki, məhz buna görə də əfsuslar olsun ki, cəmiyyətimizdə boşanmaların deyərdim, hətta ki, mən öz praktikamda bunu görürəm, hətta 60-70%, bəlkə biraz iddia eləyərdim, 80-90%-nin olma səbəbi budur. Əhməd bəy, bax, qeyd elədiniz, mən belə başa düşdüm ki, sevgi, sayğı və seks barəsində danışanda siz insan münasibətləri ayaqda tutan amilləri əslində əsas baza amilləri sadaladınız. Yəni zaten o sualı cavablandırdınız və cinsi münasibətlər ümumiyyətlə, cinsi əlaqə münasibətlərdə nə qədər önəmlidir, nə qədər vacibdir? Açıq bilməzsə, yəni bu mənim subyektiv fikrimdir. Mən bunu hər zaman bütün pasiyentlərimə də, bütün dostlarıma da, bütün yaxınlarıma da vurğulayıram. 50-55 yaşınıza qədər həftədə 7 gün varsa,
heç olmasa ən aşağısı 3-4 dəfə cinsəllik yaşamaq lazımdır. Birincisi bu bayaq sadaladığım hormonal inkişaf və orada gedən müsbət dəyişikliklər, fizioloji proseslər. Çox qısa bir şey çəkəcəm, nümunə çəkəcəm. Hətta belə bir araşdırılma aparılıb. Yarım saat kardiyo eləyib, yəni biqavoy daruşqada, bu qaçış aparatında 7 sürəti, 7 və 8 km/saatla qaçmaq yarım saat və 3 dəqiqə cinsel münasibət yaşamaq eyni kalori yandırmağa bərabərdir. Yəni görün, o faydası da yəni, var. O faydası da var da, yəni hərdən bəzi dostlar deyir ki, onu da arıqlanmaq üçün istifadə eləmir. Deyirəm, baxın da, gedin görün nə edirsiniz. Amma nə qədər önəmlidir? 1. Kişi və qadının sağlamlığına görə. Çünki qan sirkulyasiyası artır, ürək döyüntüsü güclənir, bədəndəki bütün o neqativ, bax, görün, sadaladığımız hormonlar nə idi? Dopamin, endorfin, beta-endorfin, serotonin, hamısı xoşbəxtlik, relaks, huzur verən hormonlardır. Və nəyi qovurdu bunlar? Kortisolu. Kortisol nədir? Stresi, aqressiyanı, qorxunu, həyəcanı. Əgər biz bədənimizdən bunu qovuruqsa və onun əvəzinə sakitlik, huzur gəlirsə, biz gündəlik iş həyatımızda da, ailə həyatımızda da, nə bilim, digər belə deyək də, dost çevrəmizdə də çox rahat, sakit, gümrah, belə mülayimcəsinə hadisələr yalanır. Relaks olacaq da. Yəni indiki mənim danışığım kimi. Maraqlı bir məqam var. Mən bu terapevtik praktikalarda daha çox görürəm və bilirəm ki, siz də görürsüz ki, bunu daha çox qadınlarda müşahidə edirik, amma ümumiyyətlə hər iki cinsə aiddir. Sevgi ilə cinsəl istəyi eyniləşdirmək olarmı sizcə? Yəni bunlar eyni anlayışlardırmı? Sevgi çox böyük anlayışdır əslində. Sevgi geniş anlayışdır. Cinsəl istək isə bir dar anlayışdır. Necə indi bunu izah edeyim? Məsəl üçün bilənlər bilir, bilməyənlər biz mənəvi bacı qardaşıq. Mənim sizə olan sevgim, bacım kimi, sizin mənə olan sevginiz, dostlarımıza olan sevgi, vətənə sevgi, anaya, övlada, görürsünüz sevgi, insanlığa sevgi. Bütün elə yaradılışa hər sevgi. Bir şeyə, cəbri kainata, cümlə kainata, sevgi, hər bir şeyə qarşı sevgi. Amma cinsəllik isə konkret bir nöqtəyə toxunur. İnsan cinsəlliyə əsasən hansı halda yol açılır? Yəni bir qadın-kişi münasibətlərində. Belə bir araşdırma oxumuşdum bir dəfə. Bu biraz haşiyə eləyəcəm, gülməli olsun deyə. Əgər yanlış xatırlamıramsa 2019-cu ildə idi. Amerikan alimləri idi, əgər yanlış xatırlamıramsa, belə bir araşdırma aparıblar. Qadın-kişi münasibətlərində istənilən hər bir halda kişilər qadınlara nisbətdə 5 dəfə daha çox cinsəllik yaşamaq istəyir. Bunu yaxın bir tələbə yoldaşımız var idi, oxumuşdu, oğlandı, gəlib deyir ki, və ailəli idi. Maraqlı bir faktor var, deyirəm nə, mən deyir, valla deyir, heç həftə ərzində deyir, 5 dəfə deyir, münasibət yaşamıram, mən indi onda kişi deyiləm. Bəzən bu tip situasiyalar baş verir. Hər hansısa bir hormonal dəyişiklikdən, yaxşı işlərin yorğunluğundan, xəstəlikdən, bəli, stressdən, bugünkü sosial məişət həyatından, digər problemlərdən istəksizlik də yarana bilir əslində. Amma bu keçicidir. Təbii ki, bu keçicidir. Bunu insan istəsə düzəldə bilir. Ancaq cinsel münasibət nə qədər önəmlidir? Bir ailənin, şəxsən yenə də subyektiv fikrimi deyəcəm, əgər 3 dənə dirəyi varsa, bayaq sadaladım, sevgi, sayğı, üçüncüsü də elə seksdir. Çünki qadınla kişinin münasibətlərini tənzimləyir, hətta canlı saxlayır. Bəli, canlı saxlayır. Hətta bilirsiniz necə? Onların gün ərzində bir-birlərinə etdikləri şirin şıltaq, həm də real o triplər var. Flörtdən də əlavə bilirsiniz o istər-istəməz cilvələşmələrdə bəli, o söz atmalar, ailədir, normaldır, heç kim deyə bilməz ki, kimisə ailəsində hər şey dörd dörtlükdür, mümkünatı yoxdur. Orada demək nəsə problem var. Və bu tip halda bu cinsəllik həmən o stresi ikinci plana atır. Axı hormonal balans düzəlibdir. Bayaq stressdə idim, kortizol vurmuşdu kəllə çarxa, adrenalin, noradrenalin hamısı qarışmışdı bir-birinə. Mən bilmirdim nə edeyim, stres, əsəb çıxmağa yer axtarıram.
İndi tam tərsi bir proses baş verib. Sakitlik, relaks, huzur gətirir və insanı rahatlaşdırır, sakitləşdirir. Deyə bilərsinizmi ki, bu bir terapiyadır? Əslində bəli, cinsel terapiya var da bilirsiniz. Düzdür, cinsel terapiyada Yəni, bir dəfə bunu real rejimdə insanlar doğru düzgün tətbiq etdiklərində terapiya kimi təsir göstərə bilər deyə bilərik. Bir söz deyəcəm, çox gülməli bir situasiya yaşanmışdı. Bu mənim praktikamda olmayıb. Bir tanışımız var, yəni həmkarımızın praktikasında olub. Onda elə mən öz çıxışlarından birində bunu demişdi. Adam gedib bir psixiatrla danışıq zamanı deyib ki, mən klinik tibbi psixoloqam, yəni seksoloqam. Nə belə baxıb deyib, sən necə sekslə müalicə edirsən adamları? Yəni yəni cinsəlliklə müalicə edirsən. Yəni tamam, bunu terapiya deyəndə insanlar biraz yanlış başa düşür, fikirlər yanlış yerə gedir. Mən seksin özündən cins deməkdir. Bir növ insanı rahatlamaq, insanı şəfalandırır. Bəli. Yəni onu daha belə formada izah etməyə çalışdım. Ona görə o terapiya olar, o terapiya ora qoymaq olar, belə qəşəng terapiya yerləşir ora. Elə özü ki var. Ay sağ ol. Davam eləyək. Cinsi əlaqənin olmaması sizcə boşanma səbəbi ola bilərmi? Bəli. Elə öz praktikamdan dəfələrlə bunu yaşamışam. Yəni görmüşəm. Ailə terapiyalarında, cütlük seanslarında həmişə belə deyək, verdiyim ilk 5 sualdan biridir. Ki, cinsəlliyiniz necədir? Əgər bir ailədə bir qadınla kişinin, ər və arvadın cinsəlliyi sıfıra bərabərdirsə, yox kimidirsə, bu zaman bilirsiniz nə baş verir? Əslində, belə deyək də, dəyişdirə bilməyəcəyimiz, sonunu heç vaxt ağlımıza gətirə bilməyəcəyimiz çıxılmaz yollara aparır. Ən əsası, məsələn, kişilərdə əsasən baş verir, paranoyallıq baş verir. O mənə xəyanət eləyir. O məni 100% kimləsə aldadır. Başlayır qadını yoxlamağa, onu izləyir. Onun dediyi hər hansı bir normal sözü tam negativ şəkildə tərsini anlayır. Eynən də qadınlarda da bu belədir. Qadınlarda da paranoyallıq başlayır. Deyir, aha, məndən cinsəllik yaşanmırsa, qadınlar biraz daha çox çöldə saxladığı var. Yəni bu həm də kənarda münasibət axtarmağa gətirib çıxarda bilərmi? 100%. Və xəyanətlərə yol açır. Kənardan dırnaqarası münasibətlərə qaçırdır. Hansı ki zərər verir insana. Əlbəttə ki. Həm mənəvi, elə həm maddi, həm psixoloji cəhətdən insana zərər verir. Və ona görə də mən həmişə terapiyalarımda hər zaman cütlük seanslarında yenə deyirəm 3S qanununu vurğulayıram. Bu çox önəmlidir. Bəs necə düşünürsüz? Niyə görə münasibətdə, yəni biz öz praktikamızda da müşahidə edirik, təcrübəmizdə də müşahidə edirik. Münasibətdə zamanla cinsi əlaqənin azalmasını görürük. Bu niyə baş verir? Bu bilirsiniz əsasən hansı hallarda baş verir? Gəlin mən sizə bir söz deyim. Münasibətlərdə cinsi əlaqə o zaman zamanla uzaqlaşır ki, burada bir neçə situasiya baş verir. Birincisi, emosional bağ pozulmağa başlayır. Tərəflər arasında belə deyək, stres faktorları artır. Onların bir-birlərinə olan münasibəti soyuyur. Anlaşmazlıq deyil, o nidrazomaniya dediyimiz anlaşmazlıq baş verir. Və mənim üçün və praktikamda dəfələrlə gördüyüm ərlər ata roluna, arvadlar ana roluna çevrilir. Bəli. Ən çox rast gəldiyimiz şeydir bu. Dəfələrlə. Daha çox da qadınlarda bunu görürük. Və əsasən qadınlarda görürük. Qadın həyat yoldaşı, arvad öz ərinə analıq eləməyə başlayır. Və özü də bilmədən öz həyat yoldaşının şuur altısına kodlaşdırır ki, sanki o onun anasıdır və heç bir kişi də öz anasından cinsəllik yaşayan, söhbət əsl kişidən gedir. Kişi də öz anası ilə cinsəllik yaşamaq istəməyəcək deyə avtomatik olaraq yavaş-yavaş istək ölür. Bəzən isə o ana yox, bacı rolu olur. Bəzən belə də, amma əsasən ana rolunda olurlar. Və yaxud da ki, tərsi olur. Qadın öz atası ilə cinsəlliyə keçməyəcək deyə. Eynən, əsasən sizin sözünüzə qüvvət 80-in 20-yədir. Qadınlar daha çox 80% hallarda ana tipajına keçirlər. Oradan oturma, buradan otur. Sanki ananın verdiyi nəvazişi verir. Və ya tərsinə ananın o
öz övladına məsələn bunu eləmə, onu Bəli, eləmə, səhv danlaqları, elədin, danlayır. bəli, o danlaqları da sanki olur, bəli. balaca uşaq kimi danlağa məruz qoyur. Ona görə də bu zaman nə baş verir? Həmin o kişilər də kənardan hər hansısa bir tumar axtarır, qadın axtarır, həyat yoldaşı axtarır da, belə deyək, dırnaqarası həyat yoldaşı axtarır. O əvəz etmə. O dilin fokusunda əvəz etmə var və burada da elə o əvəz etməyə gəlib çıxır. Bəli. Bəs necə düşünürsüz? Bax, emosional yaxınlıq önəmlidir də dedik. Yəni emosional bir bağ olmalıdır ailədə, münasibətlərdə. Emosional bağ cinsəl yaxınlığı əvəz edə bilərmi? Tutaq ki, cinsəl əlaqə azalır, amma emosional bağ var. Bu əvəz edə bilərmi bunu? Əslində xeyr. Əvəz eləyə bilməz. Çünki hər birinin öz funksiyası var. Emosional bağ həmişə güclü ola bilər. Məsəl üçün nümunə deyək də. Yəni onun üzərinə gedək. Tutalım ki, bir X ilə Y, yəni bir əli ilə məsələn Pərvanə ailə həyatı qurubdur. İndi baxacaqlar, kimsə Pərvanə orada bizə baxacaq. Əli ilə Pərvanə ailə həyatı qurubdur. Emosional bağları, super anlaşmaqları, super cinsəllikləri yoxdur. Yalnız müəyyən yola qədər gedəcəklər. Müəyyən yerdən sonra ikisində də bayaq dediyim kimi paranoyaklaşma başlayacaq. Görəsən, bunun məndən cinsəlliyi yoxdur. Bəlkə mənə yalandan bu şey eləyir. Narsistik xüsusiyyətlər də başlayır. Bilirsiniz, cinsəlliyin olmaması əsasən də mənim belə bir webinarım var idi. Seminar demək üzrə istəyirəm. Webinarım var idi. Gizli narsist qadınların seksual manipulyasiyası. Xatırlayırsınızsa, bir neçə ay bundan öncə eləmişdik. Əsasda qadınlar bunu eləyir. Əfsuslar olsun ki. Çünki onlar gizli narsistdirlər. İndi mən çox o tərəfə getmək istəmirəm, amma bir balaca izah eləyəcəm. Məsələn, gizli narsist klassik narsistdən fərqləndirən nədir? Klassik narsist hamı yanında narsistliyini göstərir. Aşkardır. Aşkardadır. Gizli narsist çöldə huri mələk, evdə bir dənə iblis. Hətta bizim orada Mələklər və İblis Dan Brown'un kitabı kimi. Yəni o gizli narsist xanımlar, qadınlar, yaxud da kişilər fərq etməz. Evdə öz yoldaşlarına, qadınlar ərlərinə, kişilər də arvadlarına o deyir günü verir, işığı vermir, həyat yaşatmır. Çölə çıxanda isə tam əksini danışır. O məndən maraqlanmır, o mənə belə eləyir, insanların gözündə onu da öldürür. Evdə isə yaxud da ki tam əks, bu klassik oldu artıq. Gizlidə isə çöldə hamının yanında belə deyək də o yaxşıdır. Evdə ondan o qədər sərt davranır ki, qadın ondan cinsəllik yaşamaq istəmir. Tərsinə ki, heç ondan cinsəllik yaşamaq istəmir. Bir də bir balaca gülünc olsun deyə, yəni biraz məzə qatmaq istəyirəm söhbətə. Belə bir təxminən bir il bundan öncə belə bir videoya baxmışdım. Amerikada məhkəmə sistemini, yəni video çəkilişidir, real məhkəmə gedir və hər birinin 60-70 yaşındakı qadın və kişi bunlar boşanmaq istəyirlər. Boşanma predmeti cinsəllikdir. Və hakim sual verir. Nəyə görə? Bu boyda gəldi indi. Deyir ki, illərdir sizin sözünüz var, bir data yığmaq. Data yığmışam. Cənab hakim. Deyir, necə? Və çıxarır vərəqdən oxuyur. İlin 365 günü var. Hamı təsdiqləyir, bəli. 65 gün başım ağrıyır. 70 gün bugün o havada deyiləm. Məsələn, 20 gün xəstəyəm. 21 gün sən həmişə eyni şeyləri istəyirsən. Yəni adam üşənməyib oturub yazıb bunları bir il ərzində. Məsəl üçün 50 gün bugün hələ çox tezdir. Və daha yazıb 45 gün indi çox gecdir. Və bunların hamısı yazıb və nəticə etibarilə 365 gündə heç 36 dəfə bunların cinsəlliyi olmayıbdır. Yəni ay ərzində 2 dəfə, 3 dəfə heç olmayıbdır. Və bu əslində indi mən nəyə görə yaşlı nəsil nümunə çəkdim? Cinsəllik deyəndə çox vaxt fikirləşirlər ki, cavandırlarsa cinsəllik yox. Cinsəllik hər yaşda ola bilər. Hər yaşın öz cinsəlliyi var, hər yaşın öz gözəlliyi də olduğu kimi, cinsəllik hər yaş kateqoriyasında özünü həm kobud, həm də rahat göstərir. Ona görə də cinsəlliyi artırmaq lazımdır. Düzgün tərbiyə vermək lazımdır. Bugün cəmiyyətimizdə qızlar bu boyda uşaq olur,
yaxud da oğlanlar fərqi yoxdur. Təlimini almaq. Təlimli elə onu ağzım açım deyəm. Praktikada qərb ölkələrində bunun dərsi keçilir. Təhsil Sistemində daxil edilib və bunun dərsi keçirilir. Tamam, indi bir məsələ var. Uşaqların gözü açılır falan da, amma bir məsələ var. İnsan bildiyi şeyə doğru qaçmır. Bilmədiyinə doğru qaçır ki, o bilinməzlik maraq tələb edir. Görürsən bunun içində nə var məsəl üçün də insan sökür, baxır ya heç nə yox. Zapretlə plotçuladıq məsələn. Bəli. Amma o biləndə ki, orada nə var, proses necə gedir, onun üçün önəmsiz olur, maraqsız olur. Və ona görə də mən əsasən də bunu üzümü buradan tuturam qız analarına. Əsasən bu oğlanlar çünki müəyyən yaşdan sonra o gəlir atalardan, cəmiyyətdən, qonşudan, ondan bundan eşidir və onu öyrəşir. Hamısı yox, böyük əksər hallarda. Amma qız analarında necə olur? Onlar qızların yanında pisləyirlər cinsəlliyi. Məsələn, belə bir praktikamdan bir şey danışmaq istəyirəm. 2 il bundan öncə bölgələrin birindən bir ailə gəlmişdi yanıma seansa. Övladları olmurdu. Bütün tibbi göstəricilər mükəmməldir. Və buna rəğmən uşaq olmur. Yəni, xanım hamilə qalsa da uşaq düşür, tələf olur, inkişafdan qalır. Mənim gələn kimi birinci sualım bu oldu ki, yəni prolaktin falan yoxlatmış oya bura. İndi yəni tibbi göstəricilər, hormonal balansı bilmək üçün gətirdilər, kağıza qoydular, baxdım ki, hər şey qaydasındadır. Yəni artıq bu həqiqətən burada psixoloji səbəb axtarmaq lazımdır. Xanıma, elə kişiyə də, kişi hipnoz elədi, axtardım, gördüm burada bir problem tapmadıq, adiyyat üzrə. Xanımı hipnoz eləyəndə nə tapdım? 13 yaşında xanım, demək, bu qızın 13 yaşı olanda xalası qızın 20 yaşı var imiş. Ailə həyatı qurub və toy gecəsi haqqında, cinsəllik haqqında ağrılardan danışıb, ay elə ağrı keçdim, elə qorxdum, qorxuducu danışıb. Və bu uşaq o gündən sonra hətta müəyyən müddət menstrual çıxılı belə pozulub, menstruasiyası pozulub bu uşaq. Və ondan sonra həkimlərlə onu müalicə ediblər, düzəldiblər və travma qalıb ki, cinsəllik pisdir, mən cinsəllikdən qorxuram, mənim uşağım olmayacaq. Şuur altına bu kodu ötürdüyünə görə, bu düşüncəni, bu təlqini verdiyinə görə, həqiqətən də artıq üstündən illər keçmişdi. Adam mənim yanımda 25 yaşı var idi. 12 ildən sonra belə adamın uşağı olmurdu. Onun üzərində işlədi. Çox şükür artıq bir dənə nur topu kimi topmuş bir dənə oğlu var. Çox gözəl, şükür Allah ailələri var. Yəni bu kiçik bir necə deyirlər sizə nümunə idi. Əfsuslar olsun ki, bizim cəmiyyətimizdə bir qədər sanki utandırılır, utanc hissi kimi öyrədilir bu cəmiyyətimizə. Xeyr, belə o utanc hissi kimi öyrədildiyinə görə bugünkü gündə o ailələr dağılır. Niyə? Bunların cinsəlliyi yoxdur. Tamam, ola bilər cinsəllik yoxdur, başqa hər şey qaydasındadır, amma yenə deyirəm, o müəyyən müddət, o heç adiyyatı olmayan bir şey danışmaq istəyirəm, Sipağanın məsələsi. Nəyə görə bunu danışmaq istəyirəm, onu da sonda izah edəcəm, nəyə görə danışdım. Bir gün bir Sipağaya deyirlər ki, sən A nöqtəsindən B nöqtəsindən, bu kənddən o biri kəndə gedəcəksən. Neçə günə? Deyir, əslində 3 günlük yoldur, amma yağışı, boranı, nəyə nəzərə alanda 6 günə gedəcəm. Deyirlər, yaxşı. Gedirlər, digər heyvanlar gedir, Sipağanı gözləyirlər ki, 6 gün, 7 gün, 8 gün, 9 gün. Gəlirlər ki, Sipağa yolun ortasındadır elə. Sual verirlər, aç Sipağa, sən dedin ki, yağışı nəyə nəzərə alsam, boranı, havanı, küləyi, nəyi, mən 6 günə gələcəm. Nə oldu bəs? Sən 10 gündə elə gəlməmişsin. Deyir, üzrü sayın deyir, insanları nəzərə almamışdım. Yəni, bu nəyə görə nəzərə çarpdırım? İndi burada nə baş verir? Cinsəlliyi olmayan bir kişi, bir dənə cinsəlliyi olmayan qadın, deyir, ər-arvad da. Arvad padurqasına yığır. Ay padurqa, belə də, sual ver, o da ona deyir, indi biraz kobud göstərəcəm özümü. Az nə olubdur, nə tərdir, necədir münasibət? Heç yaxınlıq eləmir. Az bəlkə başqa yerdə saxladığı var. Oy, syo. Atdı da, kodu atdı. O qəşəng, o şübhəni saldı. Cizgi filmi xatırlamıram, Rus cizgi filmidir. O Baba Yaga olurdu, Vedma.
evi qalxırdı ayaqlarının da altında Hə, toyuq ayağı izbuşka, kimi. hə. Necə? İzbuşka. İzbuşka, bəli. Onun o dokçibə dox eləyir də. O dokçibə doxundan eləyir bir dənə ora bir dənə ding atdı, çapa, Çapa. bitdi. Eyni şeydə əksinə kişi eləyirlər. Sual verir dostları. Necə keçir, nədir, nə? Ay xoy, imkan verin. Bəlkə başqası var. Telefonunu yoxlamısan, sosial şəbəkəsinə baxmısan, Instagramdan, TikTokuna, nəyinə. Şö, Əl-Fatihə. Doğrudur da desək. Yəni bunun sonu iki yerə gedir. Ya ağılları olacaq, Özləri nəsə düzəldəcəklər, bəli. yaxud da ki elə Boşanacaqlar. dedim Fatihəyə doğru üzrə boşanmağa doğru gedirlər. Bax, cinsi istəksizlikdən danışdıq ki, cinsi istəksizlik ümumiyyətlə nədir və bir də bunu danışmaq istəyərdim ki, cinsi istəksizlik ümumiyyətlə bir xəstəlik əlaməti ola bilərmi? Bəli. Cinsi istəksizlik iki səbəbdən yarana bilər. Endogen faktorlardan, bir də psixogen faktorlardan. Endogen faktorlardan bayaq dediyim kimi, məsəl üçün tutam nümunə deyirəm, bir insan hər hansı bir narkotik vasitə asılı ola bilər, istəksizlik yarana bilər, hansı xəstəlik ola bilər, hansısa bir hormonal dəyişiklik ola bilər. Hətta mən sizə bir söz deyim, hətta qurd və parazit problemi də ola bilər. Ola bilər ki, nəyinsə adını səhv deyərəm, amma kandidanı 100% bilirəm. Kandidanı, gəlir oturur, kişilərdə prostatda, qadınlarda qadınlıqda zamanla cinsi istəksizlik yaradır. Məsəl üçün nümunə deyirəm. Yaxud da toksoplazma qadınlarda əsasən bu çox rast gəlinir. Hamiləlik dövründə də onu nəzərə verirlər. Bəli. Bu da zamanla cinsi istəksizlik yarada bilir. İstənilən infeksiya. İstənilən infeksiya əslində yarada bilir. Bu bunun endogen, yəni faktor, yəni fizioloji xəstəlikli problemi. Psixogen necə olur? Cinsi istəksizlik birdən alınmaz. Keçmiş təcrübələrə dayanır. Qorxulara, bayaq dedimmi, 13 yaşında qıza demişdilər o cinsi ilk gecəni adam ana ola bilmirdi. Cinsəllik yaşayırsa da ana ola bilmirdi. Eyni şeydə cinsəllik yaşaya bilməyəcəkdi. Birdən alına bilməz, birdən bacarmaram, birdən zəif olaram. Kimi qorxular bunlar əsasən kişilərdə olur. Çünki onlara da o duyğu yüklənib. Hansı əfsuslar olsun bir balaca açıq danışmaq məcburiyyətindəyəm. Bugünkü cəmiyyətimizdəki yeniyetmələr də, elə gənclər də o müəyyən olmuş o saytlardan, müəyyən olmuş o yerlərdən üzrə pornoqrafi videolara baxırlar. Oradakı gedən prosesə baxırlar. Baxır ki, bunlar 1 saat, 2 saat, 3 saat, 4 saat cinsəllik yaşadılar. Deyir, vay, mən 20 dəqiqə zorla olurum. Bu da olsam əgər. Onu oturur dərd edir, fikir çəkir və o stressdən ümumiyyət cinsəllik yaşaya bilmir. Niyə? Çünki o uşağı onu aşılamaq lazımdır, o yeniyetmə, o gəncə ki, o video çəkilənə qədər, ümumiyyət doğru nümunədir, o video çəkilənə qədər bir 10 gün vaxt gedir. Yəni ona görə də cinsə istəksizlikdən, cinsi problemlərdən, məsələn, kişilərdə əsasən mənə bu dəqiqə bundan bağlı çox pasiyentlərim var. Elektrik disfunksiyonallıq yaranır. Hansı ki, o deyirəm, yəni bacara bilmərəm, alınmaz, kimin qorxulardan gəlir. Siz indi psixogen səbəblər deyirsiniz, onun endogen səbəbləri də var. Təbii ki, bəli, orada var, orada şəkər də ola bilər, orada hansısa yenə bayaq sadaladığım hansısa parazit də ola bilər, hansısa bir hormonal hər şey ola bilər. Mən psixogen faktorları gedirəm də, qadınlarda da vaginizm yarada bilər. Bəli. Onun da yenə fizioloji səbəbləri olduğu kimi, psixoloji səbəbləri də var. Onunla bağlı bir pasiyentim də olub mənim. Yenə demək belə bir situasiya yaranmışdı. 28 yaşlı bir xanım gətirmişdilər. Yenə bölgələrdən birində idi. Bu qız uşağı 28 yaşına qədər, yəni bakirəliyi tam yerindədir. Ailə həyatı qurana qədər anlamırmış ki, o nə yaşayır. Ara sıra buna qorxular gəlirmiş. Vaginizmin verdiyi həmin o stressləri yaşayırmış. Və bununla bağlı gəldilər, müraciət elədilər. Düşünün, ailə həyatı qurubdur, nə toy gecəsi olub, nə bir şey olub, heç qız hələ də artıq il yarımdır, ailədilər, amma heç bir şey yox. Da gəzmədikləri, olmadıqları müalicə, terapiya, içmədiyi dərman qalmamışdı. Burada nə baş verib də, baxdım, bir tərəfdən də bizi, yəni şəxsən mənim özümün subyektiv fikrimdir, məni çox pis məyus eləyir nə? Bəzən əfsuslar olsun ki, bizim bəzi həkimlərimiz, bəzi deyəcəm, hətta bir çox həkimlərimiz öz pasiyentlərinə
bir psixoterapevtə də get demək sözünü özlərinə sanki bir zəiflik kimi görürlər. Düzgün yönləndirmirlər. Xanım gəlibdi, terapiya eləyirəm, konsultasiyada yoxlayıram. Seanslarda nə görsək yaxşıdır. 8 yaşında bir qorxubdu toy gecəsi danışığından, 12 yaşında bir qorxubdu, 13 yaşında bir qorxubdu. O qədər ondan sonra da o qədər onun üstündə beynində fikirləşib ki, artıq özündə bunu yaradıbdı. Və onunla apardığımız ən gözəl terapiyadan sonra xanım sağalmışdı. Cinsəllik çox önəmlidir. Həm qadın üçün, həm kişi üçün. Birincisi insan zaman saxlayır da ona görə. Necə düşünürsünüz? Münasibətdə cinsi uyğunluğun olması nə qədər önəmlidir? Cinsi uyğunluq deyəndə nəyi nəzərdə tutursunuz? Yəni insanların müəyyən o istəklərinin səviyyəsi var. Yəni fantaziyalarının uyğun olması. Fantaziyaları və ya insanlar hər kəsin libido göstəriciləri var. Fərqli-fərqlidir. Yəni burada cinsi insanlarda uyğunluğun olması şərtdirmi? Əslində bir qədər şərtdir. Hansı baxımdan? Mən deyərdim ki, 50% şərtdir. Çünki uyğunluq olmasa, müəyyən bir deyək də o anlaşma ola bilər. Ancaq uyğunluq varsa, artıq burada bilirsiniz necədir? Bir növ belə izah eləyəcəm. Ondan elə bilin ki, baxış prizması eynidir. Sinxronlaşma gedir. Bəli də, eyniləşir, bərabərləşir, istəklərini eləyirlər bir-birlərinin, yəni cinsel fantaziyalarını yaşayırlar. Zaten ideal versiya budur. Bəli. Və o artıq bilirsiniz, elə ideal olaraq da bir ailə modeli ortaya çıxır orada da. Məsələn, bax ailələrdə bilirik ki, bu mövzular çox danışılmır. Bizə müraciət edənlər də olur bununla bağlı ki, cinsi problemləri ümumiyyətlə danışmaq lazımdır. Yəni ən azı partnyorlar bunu müzakirə etməlidirlər. Sizin o da bayaq dediyiniz kimi öz istəklərini, fantaziyalarını bölüşməlidirlər. Bunlar danışılmadıqda necə fəsadlar yaradar? Xatırlayırsınız, bir neçə müddət bundan öncə bizim ortaq pasiyentimiz var idi. Ər və arvada biz seans edirdik. Xanıma siz, kişiyə mən. Bunu bilmirəm xatırlayacaqsınız. Mən indi konfidensial qorumaq üçün üstü-örtü deyəcəm deyə. Bunlarda hər ikisində də cinsəllikdə problem var idi və ikimiz də bu haqqda danışanda nəyə nəticəyə gəlib çıxmışdıq? Hər ikisində ailəsindən aldığı travmalar. Oğlanın ailəsindən, xanımın ailəsindən aldığı, oğlan isə həyatında bir olmuş, keçmiş sevgilisindən aldığı travma var idi ki, gəlib onların o vəziyyətə salmışdı. Yəni cinsəlliyin həm elə bayaq dediyimiz kimi uyğunluğu da, doğruluğu da düzgün yanaşmadır. Düzgün nə deməkdir onu anlamaqdır. Ki bu nə deməkdir? Nəyə görə lazımdır? Mahiyyətini dərk etmək lazımdır ki, və onu düzgün tərbiyələndirmək lazımdır ki, bunu da yenə deyirəm, bizdə bu tərbiyələnmə yoxdur. Cəmiyyətimizdə sus, ayıbdır demək olmaz. Pıçıltı ilə danışırlar. Bu haqda danışanda. Ümumiyyətlə danışmırlar. Danışanda pıçıltı ilə danışırlar. Hərdən bir də görürüz ki, pasiyent deyirəm ki, nə olar, biraz bərk danışın. Mən lakator deyiləm. Utanmayın. Utanmayın, bərk danışın. Yəni ona görə də nə qədər ki, mövzular tabudur deyə insanlar ona utanırlar o mövzularda danışmağa, düşünürlər ki, əslində tabu deyildi, tabulaşdırıblar. Elə də demək olar. Tabulaşdırıblar. Gücümdə açıq-saçıq bir mövzudur. Yəni belə deyək, necə demək olar, rahatlıqla danışa biləcəyimiz bir mövzudur. Çünki cinsəllik bizim doğuşdan gələn bir faktordur. Yəni baza ehtiyacdır. Bəli, baza ehtiyac. İnsanın 3 baza ehtiyacı var: yaşamaq, qidalanmaq, bir də reproduktivlik. Bu da onun içərisində. Çox belə mükəmməl bir söhbətimiz oldu və söhbətimizin yekununda sizə bir sonuncu sualımı vermək istəyərdim ki, sizin fikrinizcə xoşbəxt ailənin təməlində sevgi mi dayanır, yoxsa cinsi əlaqənin keyfiyyətli olması mı dayanır? Mənə görə hər ikisi. Mənim düşüncəmlə. Təkcə düşünürəm ki, mənə görə yox, elə bu hər kəsə görə belədir. Əgər bir xoşbəxt ailə modeli axtarırıqsa, oradakı 3S qanunun üçünün də yerində olmalı, bu üç bucağın yerində olması lazımdır ki, həm orada düzgün sevgi olsun, sayğı da olsun, cinsəlliyi də olsun. Bu məqamda, hətta mən belə bir məqalə oxumuşdum. Cinsəllik problemlərin həll olunduğu, cinsəllikdən sonra problemlərin həll olunduğu kravat. Belə deyək də, döşək, yataq otağı. Yəni, çünki insan, qadın-kişi münasibətlərində, onlar cinsəllik yaşayandan sonra, o qədər ki, orada
artıq sevinc, xoşbəxtlik, rahatlıq hüzurları olur ki, serotonin, dopamin və s. Problemi belə asanlıqla həll edə bilirlər. Çünki bədən rahatdır. Stressə fokuslanmayıb, rahatlığa fokuslanıb. Təşəkkür edirəm Əhməd bəy Buyurun. bugünkü söhbətimizə görə. Bu gün biz yenə də Simurq TV-nin təqdimatında görünməyən tərəflərdən danışdıq və bugünkü mövzumuz cinsi əlaqənin ailədə rolu idi. Yenidən görüşənə qədər. Sonda isə əziz dostlar, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz bizim podkastımızı Simurq Psixologiya və Spiritüalizm Mərkəzinin sponsorluğu ilə izləyirsiniz. İzləmədə qalın.